Herkese salam. Bugün yine yeni bir opinion paragraf 11-ci siniflər üçün, abituriyentlər üçün düşəcək esse mövzusuna baxırıq. Bugünkü mövzum Are video games useful for teenagers? Video oyunlar yeniyetmələr üçün faydalıdırmı? Bizim burada iki argumentimiz ola bilər. Lehinə faydalıdır, onun müsbət tərəfləri, əleyhinə zərərlidir, onun belə deyək, mənfi tərəflərini yazmalıyıq. Biz birinci topik sentensə başlamalıyıq. Yəni cümləni olduğu kimi köçürməməliyik, ümumi giriş verməliyik və burada biz səbəbi də birbaşa göstərə bilərik. Daha sonra öz mövqeyimizi yenə bağlayıcı sözlərlə mən belə düşünürəm, mənim nöqteyi nəzərimdən belədir kimi ifadə etməliyik. Fikrimizin dəstəkləyən iki əsas səbəb, onun əleyhinə olan fikrimizi və onu dəstəkləyən səbəblər yazmalı. Sonda isə nəticə hissəsi ilə fikrimizi, esse yox, paraqrafımızı yekunlaşdırmalıyıq. Çünki əslində biz bunu bir paraqrafda yazırıq. Bəzən esse adlandıra bilsək də. Video games have a great influence on teenagers' lives because they entertain them so much. Yəni əslində bildiyimiz kimi, çünki buna görə ki, bağlayıcılar ilə bağlanan mürəkkəb cümlələr qurduq biz burada. Həm söz sayını 100 sözlük olsun deyə, həm də fikrimizi tam ifadə etmək üçün. Video oyunları deməli, yeniyetmələrin həyatında böyük, geniş təsiri var. Çünki onlar yeniyetmələri əyləndirir. Firstly, from my point of view, video games are beneficial for teenagers as they develop students' logical skills. Yəni məntiqi bacarıqlarını inkişaf etdirir deyə, ilk olaraq əvvəla mənim nöqteyi nəzərimdən video oyunları yeniyetmələr üçün faydalıdır, gəlir gətirəndir, mənfəət belə deyək də, mənfəətlidir. Çünki onların bacarıqlarını inkişaf etdirir. In addition, video games give students opportunities to make friends and improve online communication skills with different people. Video oyunlarda bizim dostlarımızla online ünsiyyət qururuq və bunu da qeyd etmişəm ki, dost tapmaqda, online ünsiyyət bacarıqlarımızı inkişaf etdirməkdə kömək edir. Artıq bununla belə, yəni əks tərəfdən, digər tərəfdən yeniyetmələr ekran qarşısında çox vaxt keçirir. Bu da həm bizim beynimizə, həm gözlərimizə ziyandır. Və çox vaxt keçirən yeniyetmələr daha çox ayaqda, belə deyək, vaxt keçirmir, oturaq həyat tərzi keçirir və həm daha stressli, həm də daha bağımlı olur. Nəticədə isə mən qətiyyətlə inanıram ki, yeniyetmələr üçün faydalıdır. Çünki onlar yeni dost qazanır, rəqəmsal bacarıqlarını inkişaf etdirir. Amma baxmayaraq ki, bəzi qeyri-üstünlükləri də var. Daha çox faydalı izahlar üçün kanalıma abunə olub izləməyə davam edin. Növbəti videoda görüşənədək sağ olun.